Сколько у вас детей? Ve burada başlayır. У меня один детей, два ребенок, три ребенок. Bu kimi səhvlər edirsiniz həmişə. Bəs bu suala necə düzgün cavab verək? Əgər sizin bir uşağınız varsa, o zaman ребенок sözünü dəyişməyəcəksiniz. Sadəcə deyəcəksiniz у меня один ребенок. 2, 3, 4 uşağınız varsa, o zaman yelik hal forması gəlir. Bura ребенка formasını işlədəcəksiniz. Два ребенка, три ребенка, четыре ребенка. Детей isə yalnız 5-dən sonra gəlir. Belə super analar, atalar burada varsa onu şərtdə mütləq yazın. У меня 5 детей, 6 детей, 10 детей. Və bir də ki, детей formasını istifadə edəcəksiniz. Əgər mənim uşaqlarım yoxdur deyəcəksinizsə, у меня нет детей. İndi isə bu suala düz cavab verin.